Deməli, keçən dəfə Cənubi Qafqaz Seyminin dağılmasından və Cənubi Qafqaz Federativ Respublikasının dağılmasından danışdıq. Düzdür? Nə vaxt dağıldı? 1918 26 mayda. Həm Cənubi Qafqaz Seyminə son qoyuldu. Cənubi Qafqaz Seymi dağıldı. Həm də Cənubi Qafqaz Federativ Respublikası dağıldı. Demişdik, ona Cənubi Qafqaz Seymin içində idi. Hansı dövlətin buradan çıxmasından son qoyulur? Gürcüstanın. Gürcülər etiraz edir ki, mənim torpaqlarımı verməmisiniz və Gürcüstanın çıxmasından Cənubi Qafqaz Seymi və Cənubi Qafqaz Federativ Respublikası dağılır. Onda ortaya belə bir sual çıxır. Bu dövlətlərin taleyi necə olacaq? Niyə? Çünki Azərbaycan əraziləri, Gürcüstan əraziləri var. Və burada Azərbaycanlılar var və Gürcülər var. Amma ermənilərin torpağı olmasa da orada bir erməni xalqı da var Cənubi Qafqazda, düzdürmü? Və biz əvvəl Rusiya imperiyasının tərkibində idik. Orada hakimiyyət daxili mübarizə davam edir Rusiyada hələ də. Çünki Rusiyada vətəndaş müharibəsi düşünün ki, 1921-ə qədər davam edəcək. Onda ortaya bu sual çıxır ki, bəs Cənubi Qafqazın taleyi necə olacaq? Çünki Rusiya hakimiyyət daxili mübarizələrlə məşğuldur, başı qarışıb özünə. Ona görə də yekun olaraq müzakirələrlə qəbul olunur ki, gəlin, hamımız öz dövlətimizi yaradaq. Və 1918-ci ilin 26 mayında Gürcüstan Respublikası yaranır. Gürcüstan Milli Şurası var idi. Milli Şura deyəndə, yəni hər bir xalqın, hər bir dövlətin öz Milli Şurası olur. Milli Şurası orada təmsil olunan ziyalıların bir qurumudur. 1918-ci ilin may ayının 26-da Gürcüstan dövlətə elan edilir. İlk dəfə müstəqil Gürcüstan dövləti bu vaxt yarandı. Seymdən və Federativ Respublikadan çıxdı. Düzdür? Gürcüstanlar, Gürcüstan ərazisində, Gürcüstan əraziləri var da, bilirik də hansı ərazilərdir. Orada Gürcüstan Respublikasını elan edirlər. Azərbaycan Milli Şurası 1918-ci ilin 28 mayında müzakirələr aparır. Bəs bizim taleyimiz necə olsun? Və Azərbaycan Milli Şurasına qərara gəlir ki, öz dövlətimizi yaradaq. Azərbaycan Xalq Cumhuriyyətini yaradır. 1918-ci il 28 may və bir istiqlaliyyət bəyannaməsi qəbul edilir. İstiqlaliyyət bəyannaməsi nə deməkdir? Müstəqillik aktı. Müstəqillik bəyannaməsi. Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyət bəyannaməsi çox mükəmməl bir şəkildə təsbit edilib. Amerika Birləşmiş Ştatlarının istiqlaliyyət bəyannaməsi əsasında hazırlanmışdı. Həmin 1776 istiqlaliyyət bəyannaməsi əsasında hazırlanmışdı. Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyət bəyannaməsi, o ABŞ istiqlaliyyət bəyannaməsinin də girişində çox dəyərli bir söz var. Deyir, hər bir insan azad doğulur və onun azad yaşamağa haqqı var. Görürsünüz, burada nə təbliğ olunur? Azadlıq. Yəni, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması rəsmi olaraq istiqlaliyyət bəyannaməsində öz təsdiqini tapmışdı. Müstəqillik bəyannaməsi idi. Düzdür? Amma bir məsələ var. İstiqlaliyyət bəyannaməsi harada qəbul olunur? Tiflisdə. Biz öz müstəqilliyimizi Tiflisdə elan edirik. Tiflis haradır? Gürcüstan şəhəri. Ortaya sual çıxır. Biz niyə Tiflisdə müstəqilliyimizi elan edirik? İşğal altındaydı. Kimin işğal altındaydı Bakı? Bakı Xalq Komissarlar Sovetinin. Axı Bakı Soveti Mart soyqırımını həyata keçirdi. Bakını işğal elədi, verdi PXK-yə. PXK nə vaxt mövcud olmuşdu? 1918-ci ilin mart ayından 1918-ci ilin 31 iyuluna qədər PXK işğal altındadır və bütün Azərbaycanın şimal-şərq bölgələri o cümlədən Bakı da işğal altındadır. Yəni Bakı bizdə deyil ki, biz orada istiqlaliyyət bəyannaməmizi qəbul edək. Sadəcə Azərbaycan Milli Şurası bu prosesi gecikdirmək istəmir. Dərhal Gürcüstanın müstəqilliyinin 2 gün sonra öz istiqlaliyyət bəyannaməmizi qəbul edirik. Başa düşdünüz? İndi ortaya bir sual çıxır. Onda biz nə etməliyik? İstiqlaliyyət bəyannaməmizi Tiflisdə qəbul eləmişik. Ümumiyyətlə, AXC çox əlamətdar bir bu hadisədir, 28 may bəyannaməsi. Siz niyə? İlk vaxtlarda bu adamlar çox ciddiyə alınmırdılar. Düşünün ki, səhv etmirəmsə, 45 nəfər üzvü var idi Milli Şuranın. Bu adamlar ölkədə deyirlər, ölkədən kənardadırlar Tiflisdə. Nə bunların silahı var?
nə bunların ciddi bir pulu var, nə bunların resursu var. Sadəcə Azərbaycanlıların içərisindən çıxmış, sıravi Azərbaycanlılardan seçilən, salib seçilən ziyalı şəxslərimiz də Məmməd Əmin Rəsulzadə olsun, Əli Mərdan bəy Topçubaşov olsun, Fətəli xan Xoysk olsun, düzdür? Bu adamlar heç nəyə yoxdur. Hətta elləri var ki, indi mən sizə deyəcəm, cibində pulu da yoxdur. Sözün həqqi mənasında, ha? Bu adamın cibində pulu yoxdur, hökumət yaradırlar. Görün necə bu əlamətdar bir hadisədir, həqiqətən. Niyə? Çünki bu adamlar gəlib Bakıya müstəqilliyimizi tanıdacaqlar. Cəmi bir il yarımdan sonra. Demək olar bir il yarımdan sonra təxminən. Müstəqilliyimizi bütün dünyaya tanıdacaqlar bu adamlar. Tiflisdə oturublar, öz müstəqilliyini elan edirlər. İlk vaxtlarda dünya dövlətlərinə bu telegramla elan edildi ki, biz belə bir dövlət yaratmışıq. Azərbaycan ərazisində Azərbaycan Xalq Cumhuriyyətini elan etmişik. Cumhuriyyət nə deməkdir? Cumhuriyyət sözü ərəb dilindən gəlir, respublika deməkdir. Azərbaycan Xalq Respublikası, yəni Azərbaycan Demokratik Respublikası. Daha dəqiq açması sonradan belə idi. Başa düşdünüz? Və biz Rusiya imperiyasının dağılmasından sonra Cənubi Qafqazda belə bir dövlət yaratmışıq. Amma dünya dövlətləri bunu çox da ciddi almırdılar. Dedilər, bunlar özləri üçün bir dövlət elan edirlər, heç ərazilərində də deyirlər, Tiflisdə oturublar. Onda bizim başımızda məqsədimiz nədir? Bakını işğaldan azad eləmək. Biz Bakını işğaldan azad eləməliyik. Məmməd Əmin Rəsulzadənin vacib bir sözü var idi. Deyir, Bakısız Azərbaycan başsız bədən kimidir. Biz AXC-ni elan etmişik, amma yaratmamışıq. O vaxt yaradarıq ki, Bakıya gələk, hökumətimizi ora köçürək. Ora faktiki bizim nəzarətimizdə olsun, silahlı qüvvələrimizin nəzarətində olsun. Hə, biz onu deyərik ki, bax, AXC-ni yarada bilmişik. Yəni, biz sadəcə elan eləmişik AXC-ni, İstiqlaliyyət bəyannaməsini, 28 mayda. Başa düşdünüz? İndi onda əsas məqsəd nədir? Bakını azad eləmək. Bakını azad eləmək. Bakını azad eləmək istəyirsənsə, sənin nəyə ehtiyacın var? Qoşuna ehtiyacın var, pula ehtiyacın var. Xüsusən də nəzərə alın ki, Birinci Dünya müharibəsi dövrüdür. Burada güclü olmayan əzilir, zəif əzirlər. Yəni, güclü olmalısan sən. Biz kimdən yardım ala bilərik? Osmanlıdan. Başqa yardım ala biləcəyimiz yer yoxdur. Avropa ölkələri müharibədə iştirak edir, başları özünə qarşı. Bizi ciddi almırlar. Həmin dövrdə də, yəni ilk vaxtlarda. Rusiyada fəhlə deputatlar Soveti hakimiyyətə də keçirib. Onun əksinə orqanı Bakıda hakimiyyətdədir. Bizim bir dənə qonşulardan yardım ala biləcəyimiz dövlət Osmanlı dövlətidir. Osmanlı dövlətidir, amma Osmanlı dövləti Birinci Dünya müharibəsi dövründə çox ağır bir vəziyyətdədir. Birinci Dünya müharibəsindən sonra Osmanlı dağılacaq bir şey ki. Osmanlı ağır bir vəziyyətdədir. Yenə də başqa yardım ala biləcəyimiz bir şəxslər yoxdur. Gedirik Osmanlı ilə danışıqlar aparmağa. Düzdür? Bax, Batum konfransı olacaq. Amma bundan qabaq, gəlin biz bilək ki, AXC-nin mərkəzləri hansı şəhərlər olur? Onları qeyd edirsiniz. Qeyd edin, indi mən Batum konfransı barədə geniş danışacağım sizə. Deməli, 1918-in 28 mayında Tiflisdə biz hökumətimizi elan elədik, düzdür? 1918-ci iyun ayına qədər olacaq Tiflis dövrü. Yəni, bizim paytaxtımız belə deyil, paytaxtımız deyil də, mərkəzimiz Tiflisdir. Cəd yazır, abi, bunları test yazır. İyunun neçəsinə qədər? İyunun 14-nə qədər götür. Tiflis dövrüdür. İyun ayının 14-nə qədər Tiflis dövrüdür, yəni mərkəzimiz Tiflisdədir. Sonra 1918-ci ilin iyununda biz Gəncəyə gələcəyik. İyunundan 15 sentyabrına qədər AXC-nin Gəncə dövrü olacaq. Belə deyək, paytaxtımız Gəncədir. Gəncəni azad edirik, Gəncəyə qədər gəlirik. Axırda da 1918-ci ilin 15 sentyabrından 16 sentyabrda yaza bilərsiniz. 1920-ci ilin 28 aprelinə qədər, yəni AXC süqutu olana qədər paytaxtımız olacaq Bakı. Nəhayət ki, Bakı dövrü olacaq. İndi biz öyrənəcəyik ki, Tiflis dövründə hansı hadisələr baş verib, Gəncə dövründə hansı hadisələr baş verib və Bakı dövründə hansı hadisələr baş verib. Bunlar çox düşür. Tutaq ki, bir hadisəni soruşacaq səndən. Nə bilim, parlamentin yaranması, deyəcək, hansı dövrə düşür? Sən ki, parlamentin yaranmasını ilinlə, ayınla bilməlisən, sonra da bilməlisən ki, Tiflis dövründə düşür, Gəncə ya Bakı dövründə düşür. Başa düşdünüz? Yəni, birinci dövrə dərsi yaxşı bilmək üçün
Tiflis, Gəncə və Bakı dövrlərini bilməlisiniz. Bildin necə Ramin? Bəli. 1918-ci ilin may ayının 28-də AXC yaradılıb. 1928-20-ci ilin 28 aprelinə qədər 23 ay mövcud olub, düzdür? Bu 23 aylık periyodda Tiflis, Gəncə və Bakı dövrləri mövcud olubdur. Başa düşdünüz? İndi bizim başlayıq Tiflis dövrümüz. Amma bundan əlavə olaraq, uşaqlar, bizim 6 dənə kabinetimiz var. 6 dənə kabineti öyrənəcəksiniz. 1918-in hökumət nə vaxt yaranır? Mayın 28-də. Harda yaranır? Tiflisdə hökumətin yaranmasından elə birinci kabinet başlayır. 1918-ci ilin iyun ayına qədər. Buna deyirlər birinci kabinet. Nə demək uşaqlar kabinet? Bunu izah edim sizə. Bax, hər bir dövlətdə, yəni söhbət respublika olan dövlətlərdə gedir. Olur baş nazir, düzdür? Baş nazir, xüsusən də parlamentli respublikalarda, AXC də parlamentli respublikaydı, Nuray. Nəzərə al ki, AXC parlamentli respublikadır. Dövlətin əsas kim idarə edir? Baş nazir. Bir də onun olur digər nazirləri. Baş nazir tutaq ki, Daxili İşlər Nazirliyi təyin edir. Xarici İşlər Nazirliyi təyin edir. Nəqliyyat Nazirliyi təyin edir. Nə bilim, Maliyyə Nazirliyi təyin edir. Yəni dövləti idarə edən şəxslərdir kabinet dediyimiz. Başa düşün, nazirliklərdir. Birinci kabinet, yəni birinci nazirlik, idarə etmə dövrü AXC-də 1918-ci il 28 mayından 18 iyuluna qədər fikir verin, Tiflis dövrüdür. Deməli, Tiflis dövrü həm də birinci kabinetdir. Onda ikinci kabinet nə vaxt başlayacaq? Paytaxtın Gəncəyə köçürülməsindən. 13 kabinet olur. Yox, çox olacaq. 1918-ci ilin iyun ayından 1918-ci ilin dekabr ayına qədər olacaq ikinci kabinet. Fikir verin. Bir dənə detala fikir verin. İkinci kabinet 18-in iyununun 18-in dekabrına qədər olub, düzdür? Həm Gəncə dövründə, həm Bakı dövründə olub ikinci kabinet. Hər ikisində olub. Hər ikisində olub. İkinci kabinet həm Bakı dövrü, həm Gəncə dövründə olubdur. Və ikinci kabinet yeganə qurumdur ki, həm qanunverici orqan qarşısına yazısınız. Həm də icra edicidir. Bu nədir? Niyə belə olur? Bunu ayrıca sizə izah edəcəm. Gəncə dövründə bəzi hadisələr baş verəcək, onunla əlaqəli olacaq. Bilirsiniz də qanunverici orqan nə deməkdir? Elə bir ki, parlament deyirik də indi biz qanunverici orqana, qanunları qəbul edən qurum. Bir də var icra edici. Əslində normalda kabinet uşaqlar icra edici qurum olmalıdır. Mən sizə demişdim axı, qanunverici orqan Dumadır, parlamentdir. Nazirliklər icra edici orqandır. Biz həmişə belə öyrənirdik. Burada da əslində kabinetlər icra edici orqandır. Amma bir dənə ikinci kabinet var ki, AXC-də. Həm qanunverici, həm icra edici orqan olacaq. Qanunu da özü verəcək, özü də icra edəcək. Müəyyən problemlərə görə. Üçüncü kabinet 1918-ci ilin dekabrından başlayacaq. Hər birini ayrı-ayrılıqda deyəcəm, niyə bu kabinetlər fəaliyyətə başlayıb. 18-ci ilin dekabrından 19-cu ilin aprel ayı götürün. 19-un aprelinə qədər 3-cü kabinet mövcud olubdur. Təxminən 4 ay mövcud olubdur da. Əgər kabinet icra edicidirsə, bəs qanunverici hansı olur? Elə özüdür. Həm qanunverici, həm icra edici. Onda kabinetlərin hamısı belə olur. Yox, bir dənə ikinci kabinetdə. Bildim, mən O birlərində, onu deyəcəm, Milli Şura olur. İndi o deyəcəm, bir də axırda deyəcəm. Yaz bir dənə. Deməli, 3-cü kabinet nə vaxtdır? 1918-ci ilin dekabrından 19 aprelinə qədər olub 3-cü kabinet. Qeyd edirsiniz? Onda 3-cü kabinet nə vaxt fəaliyyətini dayandırır? 19 aprel. Onda 4-cü kabinet nə vaxt fəaliyyətə başlayar? 19-un aprelindən fəaliyyətə başlayar. 1919-un dekabrına qədər. Fikir verin. Bu da olur 4-cü kabinet. Düzdür? Onda 4-cü kabinet nə vaxt fəaliyyətini dayandırır? 19-un dekabrında. 5-ci kabinet nə vaxt fəaliyyətə başlayır? 1919-un dekabrında fəaliyyətə başlayır. Nə vaxta qədər? 20-nin aprelinə qədər. Bu da olur 5-ci kabinet. İndi çox maraqlı bir nüansa fikir verin. Əslində bu martdır uşaqlar, kabinetin bitməsi. Amma apreli yazıram ki, elə daha rahat yadınızda qalsın bəzi məsələlərə görə. O narahat olmayacaq, çıxmaz. Fikir ver. Dekabr, aprel, dekabr, aprel. Necə yadda qalacaq?
Bax, 3-cü kabinet nə vaxt başlayıb? 18 dekabrında. Fikir ver, Ramin. Bəli. 18 dekabrında. Aprel, dekabr, aprel 3-cü kabinet. Amma ki 19 aprel olar da. Bəli. Təzədən aprel, dekabr, dekabr, aprel. Gördünüz? Bir də 1920-ci ilin aprelində 6-cı kabinet yaranacaqdı. Amma bu yarımçıq qalır, yaranmır. Çünki AXC süqut uğrayır 28 aprelində. Bura şimdi qeyd elədiniz. 9 yıl qədər deyim. Ha, yox. Kabinetləri öyrətirik. Benim de. Hə, 6 dənə kabinet var AXC-də. 5 dənəsi tam fəaliyyət göstərir və 6-cı kabinet yarana bilmədi. Orada böhran baş verəcək, yarana bilməyəcək. Sadəcə nəzərə alın ki, yaranması planlaşdırılmışdı 1920-ci ilin aprel ayında. Bildiniz? Bəli. Sizə bilərsin. İndi tələsmə. İndi fikir verin. Birinci kabinet, kabinetlər icra edicidir, düzdür? Birinci kabinetdə qanunverici orqan Milli Şuradır. Bayaq sən soruşduğundur Nuray bu. Milli Şura qanunvericidir, kabinet icra edicidir. Amma ikinci kabinet nədir? Elə özü həm qanunverici, həm icra edicidir. Amma birinci kabinetdə qanunverici kimdir? Milli Şura. İcra edici kimdir? Kabinet. Amma ikinci kabinetdə Həm icra edici, həm də özü qanunvericidir. qanunverici, həm. Üçüncü, dördüncü, beşinci kabinetlərdə isə qanunverici orqan parlamentdir. Bizim parlamentimiz olacaq. Kabinet də ki, özü icra edicidir. Kabinet dediyi Nazirlər Şurasıdır. Testdə yaza bilər Nazirlər Şurası. Elə kabinet də eyni şeydir də. Başa düşdünüz? Bir də elə bil, birinci kabinetin qanunverici orqanı Milli Şura olub. İkinci kabinetdə Milli Şura olmayıb, elə özü də həm qanunverici, həm icra edici olub. Üçüncü, dördüncü və beşinci kabinetlər dövründə isə parlament qanunverici, kabinetin özü icra edici orqan olubdur. Burasını da başa düşdünüz? Aynı gəldik digər məsələyə. Birinci, onda ortaya belə bir sual çıxır. Bu kabinetlərə kim rəhbərlik edirdi? Axı bu əhəmiyyətli vəzifədir. Nazirlər Şurası deməkdir kabinet. Yəni, nazirlərin başçısı kimdir? Birinci, ikinci, üçüncü kabinetin rəhbəri olubdur. Fətəli Xoyski. İlk 3 kabinetə rəhbərlik edirdi Fətəli Xoyski. Baş nazir olub Fətəli Xoyski birinci, ikinci, üçüncü kabinetlərdə. Yəni, Fətəli Xoyski özü baş naziri kimi qalırdı, amma nazirləri dəyişdirirdi. Tutaq ki, Xarici İşlər Nazirini dəyişdirirdi, Daxili İşlər Nazirliyini dəyişdirirdi. 4-cü, 5-ci kabinetlərdə isə baş nazir Nəsib bəy Yusif bəylidir. 4-cü, 5-ci kabinetlərin rəhbəri isə Nəsib bəy Yusif bəy olub. Çox məşhur şəxsdir. 6-cı kabinetin rəhbəri Məhəmməd Həsən Hacınski olmalıydı, amma olmur da, çünki 6-cı kabinet yaranmır dedik. Sadəcə 1920-ci ilin aprelində yaranması planlaşdırılmışdı, amma böhran baş verir, arxasınca da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti işğal olunur. Amma əgər bu proseslər baş verməsəydi, nəzərdə tutulmuşdu ki, 6-cı kabinetin rəhbəri Məhəmməd Həsən Hacınski olsun. Deməli, ilk 3 kabinetdə Xoyski, 4-cü, 5-ci kabinetdə Yusif bəyli, 6-cı kabinetdə isə Məhəmməd Həsən Hacınski. Yadınızda qalır bura qardaşlar. 3 dənə paytaxt dövrü var. Paytaxt demək daha, mərkəz desək daha doğru olar. Çünki Tiflis Gürcüstanın özünün paytaxtıdır. Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Eləmi? 6 dənə kabinet dövrü var. Başa düşdün? İlk 3 kabinetin rəhbəri Xoyskidir, 4-cü, 5-ci kabinetin rəhbəri Yusif bəylidir, 6-cı kabinetin rəhbəri Məhəmməd Həsən Hacınskidir. Şəkil çək bunu. Sən, hə? Lazım olacaq da, şəkil çək. Hər ehtimala. Qurban sayım. Yox, hələ atma. Çəkdin, yaxşı düşdü? Deyim. Düşdü yaxşı. Hə, indi biz AXC-nin mərkəzlərini və kabinetlərini öyrəndik. Amma gələk biz Tiflis dövründəyik, hələ Tiflis dövründən çıxmamışıq. AXC-ni yaratdıq. Nə vaxt yaranmışdı AXC? 28 may. Necə? 1918-28 may. 1918-28 mayda AXC-ni yaratdıq, Tiflis dövrü başladı. Öyrənirik, Tiflis dövründə hansı hadisələr var? Sizcə hansı hadisə olar Tiflis dövründə? Biz AXC-ni yaratdıq, düzdür? Bizim üçün bu dəqiqə ən vacib məsələ nədir? Bakını işğaldan azad eləmək. Bax, bir çox belə qabaqda əhəmiyyətli məsələlər var. Məsələn,
bayrağımız olsun. Çünki dövlətin bayrağı olar. Düzdür, Rami, bura bax. Dövlətin gerbi olmalıdır. Dövlətin ordusu olmalıdır. Dövlətin xarici siyasəti olmalıdır. Nə bilim, dövlətin sosial müdafiə nazirliyi olmalıdır. Bütün bu problemlər öz əlini tapmalıdır. Amma bundan da qabaq birinci növbədə əsas bir xüsusiyyət var. Dövlətin ərazi bütövlüyü təmin olunmalıdır. Ərazi bütövlüyü təhlükəsizlik məsələsi. Hamısından qabaqda gələn bir məsələdir. Hər zaman bütün dövlətlər üçün təhlükəsizlik daha əhəmiyyətli bir məsələ olubdur. AXC üçün də o formada. İndi onda biz Bakını işğaldan azad eləməliyik. Kimdən köməyindən? Osmanlının köməyindən. Deməli, 1918-ci ili 28 may 4 iyun tarixində Batum konfransı keçirilir. Batum konfransı keçirilir. Fikir verin, AXC elan edilən vaxtdan 4 iyuna qədər Batum konfransı keçirilir. Təxminən bir həftə edir. Bir həftə Batum konfransı keçirilir. Batum konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin sədri şəxsən Məmməd Əmin Rəsulzadə özü olmuşdu. Məmməd Əmin Rəsulzadə. Deməli, İstiqlaliyyət bəyannaməsi harada qəbul edilmişdi uşaqlar? Tiflisdə. Deməli, Rəsulzadə onda Tiflisdə deyildi. Milli Şuranın rəhbəri Rəsulzadə də, birinci kabinetdə. Rəsulzadə özü Tiflisdə deyildi. Özü haradaydı? Batum konfransında Osmanlı ilə danışıqlar aparırdı. Deməli, Batum konfransı AXC nümayəndə heyətindən, burada Xəlil Bəy Xasməmmədov var idi, sonra Məmməd Əmin Rəsulzadə var idi və Osmanlı nümayəndə heyəti arasında baş tutur. Osmanlı da bu dövrdə çox ağır bir vəziyyətdədir. Birinci Dünya müharibəsi dövründədir və məğlubiyyətə uğramaq üzrədir Osmanlı və düşünün ki, Osmanlının iqtisadi vəziyyəti çox ağır vəziyyətdədir. Hətta Osmanlıda artıq Osmanlının müharibə aparmağa taqəti qalmayıb az qala. İnsanların da müharibə aparmağa taqəti qalmayıb. Osmanlı dağılacaq da, elə bil ki, 2 aydan sonra, 3 aydan sonra Osmanlı birinci Dünya müharibəsində tutacaq da. 4 aydan sonra. İndi Osmanlı yenə də bizim nümayəndə heyətini qəbul edir. Burada danışıqlar aparılır. Bizim nümayəndə heyətimiz Osmanlıya deyir ki, baxın, siz bizim ilk növbədə qan qardaşlarımızsınız da. Yəni, ondan əlavə həm də qonşumuzsunuz, bizim bir mədəniyyətimiz var və bizə hal-hazırda yardım edə biləcək heç bir dövlət yoxdur. Biz Tiflisdə hökumətimizi elan eləmişik, amma bizə yardım edən yoxdur, çünki Bakı bizim nəzarətimizdə deyil. Nə bizim ordumuz var, nə bizim pulumuz var. Bizə yardım edir. O dövrdə Osmanlıda millətçilər hakimiyyətdə idi, Ənvər Paşa. Çox gərgin danışıqlar gedir və bu danışıqlar nəticəsində Osmanlı yardım təklifi qəbul edir. Ortaya bir sual çıxır. Osmanlı niyə yardım eləsin? Bu sual ortaya çıxır. Normalda eləyər bəlkə də, amma indi Osmanlının 50 dənə problemi var, dağılmaq üzrədir Osmanlı. Yox, bu tarixi bir faktdır. Osmanlı nümayəndə heyəti Milli Şuranın üzvlərinə deyir ki, mən sizə nə lazımdır eləyəcəm, Bakını azad eləmək üçün. Ordu verəcəm sizə hətta. Lazım gəlsə ordu verərəm sizə. Silah verərəm sizə. General verərəm sizə. Çünki sizin şeyiniz yoxdur, təcrübəniz yoxdur. 90 ildə işğal altındasınız. Bir dənə şərt olunur. İrəvanı verin ermənilərə. Niyə? Çünki indi bir məsələ var. Mayın 26-da Gürcüstan Respublikası yarandı. Mayın 28-də AXC elan edildi. Düzdür? Onda bir sual ortaya çıxır. Erməni Milli Şurası deyir, biz harada dövlətimizi yaradaq? Düzdür? Əslində, ermənilər bu dövrdə dövlət yaratmağı Şərqi Anadoluda planlamışdılar. Daha çox Şərqi Anadoluda bir dövlət yaratmağı planlayırdılar. Avropa dövlətlərinin də planı belə idi. Avropa dövlətləri deyirdi, erməni dövləti olsun, problem yoxdur. Amma deyirlər, Şərqi Anadoluda olsun erməni dövləti. Osmanlı parçalanmasından sonra olsun. Başa düşdünüz? Çünki onlar orada daha çox oldular. Həmişə orada daha çox olublar. Osmanlı da istəyirdi ki, bunun ərazilərinə bir şey olmasın. Qoy siz deyirsiniz ermənilərə İrəvanda ərazi verin, orada bir erməni dövlətini yaratsınlar. Başa düşdün? Onlar öz müqəddəratını təyin eləsin. Artıq dövlətlər olacaqdır orada. Bizim ərazimizdən yaratmazlar. Mən də sizdən nə lazımdır yardım edeyim. Bu çox gərgin bir müzakirələr zamanı qəbul edilir. Orada Azərbaycan nümayəndə heyəti
təklif edir ki, yox gəlin gümrünü verək. Orada erməni dövləti yaratsınlar. Çünki erməni dövləti açıq deyim artıq yaranası üzrə idi. Yəni sadəcə çünki onlar 1 milyondan artıq bir xalq idi və bütün dünyanın diqqəti orada idi. Və hamı onların özü müqəddərat hüququnu tanımaq istəyirdi, bütün Avropa ölkələri. Sadəcə mübahisəli məsələ idi ki, harda erməni dövləti yaratsınlar da. Daha çox planlaşdırılan ərazi Şərqi Anadolu ilə Osmanlı ərazisi. Amma Rəsulzadə bu gümrü məsələsini, təklifini qəbul eləmirlər. Osmanlı nümayəndə heyəti Ənvər Paşa qəbul eləyirdi əslində. Amma digər şəxslər var, paşalar var, generallar ki, onlar qəbul eləmirlər, deyirlər yox, gümrünü verməyək. İlkin olaraq deyirlər ki, yardım edərik, amma şeyi vermək şərtindən, İrəvanı vermək şərtindən. İndi Rəsulzadənin yerinə olsa hansı qərarı qəbul edərsiniz? Bir məsələ də var. İrəvanın 54% ermənidir o dövrdə. 46% Azərbaycanlıdır. Yəni onsuz da İrəvanda çoxluqdadırlar. Başa düşdünüz? Və onsuz da orada onlar referendum şeyinə baxsaq, referendum ehtimalına baxsaq, onlar çoxluqdadırlar Azərbaycanlıların statistikalara görə. Rəsulzadə də bu təklifi qəbul edir. Azərbaycan Milli Şurası çox böyük çətinlik qarşısında, təbii ki, başqa bir yolu yoxdur. Bu təklifi qəbul edir. Tamam, Osmanlıda iki tərəfin Milli Şurasını qoyur qarşı-qarşıya. Erməniləri deyir, bax, dövlət yaratmaq istəyirsiniz. Biz sizə şərait yaradırıq. Ermənistan Respublikasını siz şeydə elan edirsiniz. İrəvanda elan edirsiniz. Orada özünüzə dövlət yaradırsınız. Başa düşdünüz? AXC-yə yekun olaraq 1918-ci ilin 4 iyun tarixində Batum sülh müqaviləsi imzalanır. 1918-ci ilin 4 iyununda Batum sülhü imzalanır. Amma sizə bir şey deyim, Batum sülhü çox uğurlu bir sülh müqaviləsi sayıla bilər AXC-nin Tiflis dövründə. Osmanlı sözün üstə durur ha. Necə biz durduq sözümüzün üstündə, amma onlar da durur. Batum sülh müqaviləsinə görə birinci maddəsi nədir? Osmanlı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyır. Bax, birinci bizim müstəqilliyimizi tanıyırlar. Görsə sözün üstə durdu. Bir də 4-cü maddəsi var. Orada maddələr çoxdur. Hamısı lazım deyil. 4-cü maddəsində nə yazılıb? Osmanlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə hər cür maliyyə yardımı, hərbi yardım, silah yardım edəcək. Batum sülh müqaviləsi dostluq müqaviləsi gedir. Rəsmi olaraq Azərbaycanla Türkiyə arasında, Türkiyədə o dövrdə hələ Osmanlı gedirdi adı. Osmanlı hökuməti arasında dostluq müqaviləsi imzalanır. Birinci maddəsinə görə Osmanlı AXC-nin müstəqilliyini tanıyır. 4-cü maddəsinə görə isə bizə maliyyə yardımı və hərbi yardım göstərməlidir. Düzdür? Başa düşürsünüz bura qədər? İndi bizim məqsədimiz nədir? Osmanlı yardımından istifadə edək, gedək Azərbaycanı azad edək. Kimdən? Bakı Xalq Komissarlar Sovetindən. Eləmi? Başa düşürsən buraları? Ona görə də 1918-ci iyununda Batum sülhündən dərhal sonra Qafqaz İslam ordusu yaranır. Qafqaz İslam ordusu yaranır. Qafqaz İslam ordusu Osmanlının AXC-yə verdiyi hərbi dəstək idi. Axı sözün üstə durmalıdır bunlar da. Bizə hərbi yardım göstərməlidir, eləyirlər. O baxımdan sağ olsunlar, bir problem olmadı. Həqiqətən də hərbi yardım göstərdilər. Qafqaz İslam ordusu yaranır. Ordunun tərkibində vuruşanların əksəriyyəti Azərbaycanlılar idi, uşaqlar. Yəni, statistikalar ki, Azərbaycanlılar idi. Hansı ki, bu ətraf regionlarda yaşayan Azərbaycanlı kəndlər var idi, ya gənc uşaqlar var idi, hamısı gedir Qafqaz İslam ordusuna qoşulur. Amma generalları, rəhbərləri daha çox Osmanlıdan idi. Çünki bizim təcrübəmiz yoxdur axı orduda. Düzdür, bəzi generallarımız olub, Mehmandarov, Şıxlinski falan Birinci Dünya müharibəsində iştirak edirlər. Amma onlar barmaqla sayılan qədər idi. İlk dəfə Azərbaycan ordusu 26 iyun yanır. Hə, o deyil, tələsmə. Qafqaz İslam ordusu yanır 1918-ci iyununda. Bu faktiki olaraq Osmanlı ordusu idi demək olar ki. Daha çox Azərbaycan ordusu idi. Osmanlı Azərbaycan ordusunun qarışığı idi. Ondan niyə buna Osmanlı Azərbaycan ordusu demirlər? Qafqaz İslam ordusu deyirlər. Niyə? Osmanlı bizim üçün yad ellidir, düzdür? Yad ellidir Osmanlı, bizdən deyil. Osmanlı ordusu gəlsə Azərbaycana daxil olsa, Bakını işğal azad eləmək üçün,
bütün dünyada, xüsusən də o 1-ci Dünya müharibəsində iştirak edən dövlətlərə nə deyəcəklər? Deyəcəklər Osmanlı Azərbaycanı işğal edir. Axı faktiki belədir. Başa düşdün? Faktiki belədir. Çünki sənin oradan gəlib başqa bir torpağın dövlətin arasına daxil olur. Sən deyəmərsən ki, mən yardım məqsədindən gedirəm. O necə izah edəcəksən ona? Başa düşdün? Ona görə də adı Qafqaz İslam Ordusu qoydular ki, güya biz deyilik. Osmanlı deyir, biz deyilik. Bizim ərazimizdə müəyyən könüllülər var. Özləri üçün yığılışıblar, gedirlər orada vuruşmağa. Bizlik deyil. Başa düşdünüz? Almaniyaya deyirdi, öz müttəfiqi idi Almaniya 1-ci Dünya müharibəsində Osmanlı. Almaniyaya da deyirdi ki, mən deyiləm, Qafqaz İslam Ordusu mən deyiləm də. Osmanlı mənimlə əlaqəm yoxdur. Könüllülərdir, yığılıblar, gedirlər Azərbaycana kömək eləmək. Mən nə deyə bilərəm ona? Başa düşdün? Yəni ki, faktiki olaraq Osmanlı qoşunları idi, köməyə gələnlər. Amma adını Qafqaz İslam Ordusu qoymuşlar ki, göstərməsinlər ki, bizi işğal eləməyə gəlirlər. Başa düşdünüz? Və gəlirlər, Gəncəyə qədər Gəncə azad olunur və Tiflis dövrü başa çatır, Gəncə dövrü başlayır. Bura qədər Tiflis dövrü idi. Başa düşdünüz bura qədər? Bəli. Gəncəyə qədər gəlirik, indi başlayırıq Gəncə dövrünə. Gəncə dövrü daha əhəmiyyətli dövrüdür Tiflislə müqayisədə. Hamısı əhəmiyyətlidir. Bu Gəncə dövründə biraz hadisə çoxdur. 1918-ci il iyun ayından 15 sentyabrına qədər olacaq AXC-nin Gəncə dövrü. İndi başlayırıq Gəncə dövrü, Gəncəyə gəldik. Gəncəyə gəldik indi. Məqsədimiz nədir? Bakını azad eləmək, amma axı biz Gəncədən keçməliyik ki, Bakıya gedək də, düzdür? Məntiqlə də Osmanlı axı bizim qərbimizdədir. Başa düşdünüz? Cənub qərbimizdədir, belə deyək də. İndi Gəncə dövrü başlayır. Gəncə dövründə bizim birinci kabinetimiz fəaliyyətini dayandırır. Düzdür? Bayaq demişdik, Tiflis dövrü həm də birinci kabinet dövrüdür. Gəncə dövrü ilə birlikdə 1918-ci il iyun ayında dekabr ayına qədər ikinci kabinet fəaliyyət göstərir. İkinci kabinetin rəhbəri kim idi? Birinci kabinetdəki kimi. Yəni baş nazirimiz Xoyskidir. Xoyski çox dahi biridir. Mükəmməl bir hüquqşünasdır həqiqətən. Birazdan bu barədə danışacağıq. O Thomson onun haqqında necə gözəl sözlər demişdi. Thomson kimi. Onu deyəcəyik indi, tələsmə. 1918-in iyun ayına, dekabr ayına qədər ikinci kabinet dövrüdür. İkinci kabinet dövrüdür. Gəncə dövrüdür də. Amma bir dənə bayaq sizə bir xırda nüans demişdim. Nə demişdim? Həm qanunverici, həm icra edici orqandır Gəncə dövrü, eləmi? Bəli. Niyə? Gəncə dövründə belə bir hadisə var. İyun böhranı. Gəncə dövründə da. Biz Gəncəyə köçən kimi iyun böhranı baş verir. Ona görə olur bu. Milli Şura fəaliyyətini dayandırır iyun böhranında. Birinci kabinetdə qanunverici kim idi? Milli Şura. Milli Şura Gəncəyə kimi, Gəncə dövründə məcbur qalaraq fəaliyyətini dayandırır. İkinci kabinet yaranır, ikinci kabinet həm qanunverici, həm icra edici orqan olur. Nə deməkdir iyun böhranı? Kitabda biraz bunu üstü örtük şəkildə yazılır. Çox açıq şəkildə yazmayıblar. Çox maraqlı hadisədir bu. İyun böhranı Gəncə dövründən çıxır, bildiniz də? Bəli. Gəncəyə gəlirik və AXC-nin yavaş-yavaş ölkə daxilində nüfuz atmağa başlayır. Osmanlı əskərlərinin də, müsavatın da, Milli Şuranın da nüfuz atmağa başlayır ölkə daxilində, kəndlilər tərəfindən, fəhlilər tərəfindən yavaş-yavaş. Çünki deyirlər ki, bunlar gəlirlər. Bir qrup ortaya çıxır. Buna deyirlər ilhaqçılar. Gəncə dövründə ortaya çıxır. Bunlar Gəncədə çox idi bu qrupun üzvləri xüsusən də. İlhaqçılar. Yeri gəlmişkən Cəlil Məmmədquluzadə ədəbiyyatda keçirsəni, həmin o ilhaqçı tərəfdarlardan idi. Cəlil Məmmədquluzadə. Kim idi bunlar? İyun böhranının baş verməsinin səbəbi bu idi. Bunlar deyirdi ki, biraz qatı dindar şəxslərdir bunlar. Dindar olmayanlar da var içində, amma böyük bir hissəsi açığı deyim, İttihatçılar idi, qatı dindarlar idi. Axı bizim hökumətimiz dindar hökumət deyildi, dünyəvi hökumət idi AXC. 1918-də yaranan AXC hökuməti dünyəvi hökumət idi. Gəncə dövründə ilhaqçılar ortaya çıxır, daha çox dindarlar idi bunlar. Osmanlı da dini dövlətdir də. Bunlar deyir ki, vəbşi biz azad dövlət olmayaq. Neyinirsiniz AXC-ni? Gəlin biz Osmanlı tərkibə qatılaq.
Hazır il Osmanlı qoşunu gəlib Gəncəyə qədər. Elə biz öz hökumətimizi ləğv edək, qatılaq Osmanlı tərkibinə. Çox maraqlı bir orada qarşıdurma baş verir. Bu məsələnin üzərinə ilk dəfə nə vaxt gedilmişdi? Bu məsələlər ilk dəfə nə vaxt bəhs edilmişdi? Batum konfransında. Nə vaxt idi Batum konfransı? 1918, 28 may 24-dür. Orada Osmanlı nümayəndə heyəti Məhəmməd Əmin Rəsulzadə deyir ki, siz AXC-ni elan eləməyin, gəlin birləşin bizə. Osmanlı Azərbaycan dövləti yaradıq, ikili imperiya yaradıq. Belə bir fakt var. Osmanlı təklif edir Azərbaycana. Bu şeyə bənzəyir, Avstriya-Macaristan imperiyasına. O dövrdə olacaq, keçəcək ümumi tarixdə. Avstriya-Macaristan imperiyası. İkili imperiya. Bir millət, belə deyil. İki millət, bir dövlət. Yəni, bir başa düşdünüz? Deyir, Azərbaycan Osmanlı dövləti yaradaq, ayrıca dövlət olmuyor. Rəsulzadə həmin vaxt o təklifi qəbul eləməmişdi. Batum konfransı zamanı çox da doğru qərar vermişdi. Niyə? Rəsulzadə düşünür ki, bu Osmanlı bu gün sabah dağılacaq. Böyük ehtimal dağılacaq 90%. Çünki gedişatı görür də bu müharibənin gedişatını falan. Osmanlı qanunlarını görür. Onda mən Osmanlı ilə birləşsəm, Osmanlının taleyini mənə də gözləyir. Osmanlı dağılsa, mən də onun içində parçalanacam. Rəsulzadə dahi biri idi həqiqətən. Yəni, bəziləri Rəsulzadəni sırf şey kimi bilir, lider kimi bilir. Yox, amma intellektual olaraq siyasi nəzəriyyələri yaxşı bilirdi. Rəsulzadə deyirdi ki, biz Osmanlıdan kömək alaq, Bakını azad edək, sonra öz müstəqil dövlətimiz olsun, amma Osmanlıdan kənar. Öz dövlətimizi quraq. Qoy bizim Osmanlı ilə əlaqəmiz olmasın. Yoxsa biz Osmanlı ilə birləşsək, Birinci Dünya müharibəsində Osmanlı uduzsa, biz də onun içində gedəcəyik. Başa düşdünüz? Bu da bizi fəlakətə sürükləyəcək. Bir sual verirəm. Hə. Məhəmməd Əmin Rəsulzadə nə olaraq buna qərar verir? Milli Şura rəhbəridir. Birinci hökumət yarananda qanunverici orqandır. Qanunverici orqanın rəhbəridir. Başa düşdün? İcraedici orqan kimdir? Fətəxan Xoyski, kabinet rəhbəri. Amma ikinci kabinetdə yoxdur da Rəsulzadə. Uzaqlaşdırıblar. Bu kim uzaqlaşır? Həmin o ilhaqçılar Osmanlı əsgərlərinin bir yerdə. Çox maraqlı nüanslar var. Gəncə dövründə Osmanlı bizə qərar qəbul etməyə icazə vermir. Biz Gəncə dövründə öz qanunlarımızı qəbul etməliyik. Düzdür? Öz bayrağımızı, öz kelimizi Osmanlı qoymur. Öz dövlətimiz bu arada qərarlarımızı qəbul etməyə imkan vermir. Hətta orada Xoyski kabinetin rəhbəridir. Burada Nuri Paşa var idi, Ənvər Paşanın qardaşı. Etiraz notası göndərir ki, siz niyə bizim dövlət daxili işimizə qarışırsınız? Bizə kömək edirsiniz, çox təşəkkür edirik, sağ olun. Amma biz hansı qanunu qəbul edəcəyik, bizim məsələmizdir də. Nuri Paşa da deyir ki, vallahi mən bu məsələləri bilmirəm, mən generala, mənə Osmanlı İstanbulda nə tapşırıq gəlirsə mən onu eləyirəm. Yəni, faktiki olaraq Osmanlı AXC-ni ilhaq eləmək istəyirdi əslində. Birinci kömək edirlər bizə, sonra bizi ilhaq eləmək istədilər. Osmanlı həm də marağı nə idi? Bakı nefti. Osmanlı deyir ki, Gəncə dövrü başlayanda, nə qəşəngdir, bunların nefti varmış. Elə Rusiya bunları işğal edənə qədər, ya da bunların öz dövləti olana qədər, elə biz bunları ilhaq eləyək də. Həm ikili imperiyamız olar, həm də ki, Bakı neftindən biz faydalanarıq. Başa düşdünüz? Həm də Bakı neftindən biz faydalanarıq, plus nəzərə alın ki, dünya müharibəsi dövrüdür. Bu dəqiqə dünya müharibəsində neft çox əhəmiyyətli rol oynayır müharibənin gedişində. Hamı Bakı neftindən keçirmək istəyirdi. Başa düşdünüz? Bu ilhaqçılar hərəkatı baş verir iyun böhran. Ona görə də ikinci kabinet dövründə qanunverici orqanın formalaşmasına icazə vermirlər faktik olaraq. Elə ikinci kabinet Xoyskinin rəhbərlik etdiyi kabinet həm qanunverici orqan olur, həm icra edici orqan olur. Amma ikinci kabinetin bəzi tədbirləri olur dövrdə. Gəncə dövründə yəni çox da olmasa bəzi tədbirlər keçirilmişdi. Hansı tədbirlərdə onları qeyd edirsiniz. 22 iyunda taxılın, bir də digər ərzaq məhsullarının ölkədən çıxması qadağan olunur. Taxılın və digər zəruri ərzaq məhsullarının ölkədən çıxarılması qadağan olunur. Taxıl qıtlığı var idi axı Azərbaycanda. Böhran vəziyyətidir. Müharibə dövrüdür. Taxılın ölkədən çıxarılmasına qadağan qoyulur. Kim deyər bu hansı islahatla oxşar cəhətdir? Elvin əvvəl 594-cü Solon islahatı. Orada da var idi. Solon Afinada taxılın və digər zəruri ərzaq məhsullarının çıxarılmasını qadağan eləmişdi.
1918-ci il 22 iyun. Bu ikinci kabinetin tədbiri daha. Bəli. Görürsünüz ikinci kabinetə düşür iyul-dekabr arasına. 22 iyun. Gəncə dövrünün özdə. Həm də Gəncə dövrünün tədbiridir. Taxılın və digər zəruri ərzaq məhsullarının ölkədən çıxarması qadağan olunur. 24 iyun. Bunu da Osmanlı qərar verir. Necə? Yox, özümüz qərar veririk. Amma bu elə bir qərardır ki, Osmanlı buna problem görmürdü. Da başa düşdüyüm. Yəni bu şey də iqtisadi məsələdir də. Yəni onları çox da maraqlandıran bir məsələ deyil. Deməli, əsas məsələləri qeyd edirik burada. Gözləyim. Ha, 17 iyun məsələsini qeyd elədik. Ha, şey qeyd edəcəyik. 24 iyunda ilk dövlət bayrağımız qəbul edilir. İlk dövlət bayrağımız. Bəs Osmanlı icazə vermədi. İndi ilk dövlət bayrağı nədir də ona fikir ver. İndiki dövlət bayrağı deyil ki. Hamısı qırmızı rəng. Görürsünüz, ancaq qırmızı rəng. İndiki Türkiyə bayrağı. Ha. Deyir, Osmanlı deyir bayraq istəyirsiniz. Olsun götürün boyasın bayrağınız. 24 iyunda. Öz bayraqlarını boylar bizə. Flora Akademi bayrağı. Dəyişəcək sonra, narahat olmayın. Axıcı bunu burada qoymaz. Dəyişəcək o bayrağı. Əslində Osmanlı nümayəndə heyətinin də belə əslində şey yaxşı deyil, niyyəti yaxşıdır. Metodları doğru deyil, amma niyyəti yaxşıdır əslində. 24 iyun. İlk dövlət bayrağımız. 2 dənə dövlət bayrağımız olacaq. O biri 9 noyabr olacaq, indi qeyd etdiyimiz. Bu ilk dövlət bayrağımız 24 iyun, ancaq qırmızı. Buna deyirlər al rəngli bayraq. Yəni qırmızı rəngli bayraq. 26 iyun. Milli ordu yaranır. Gəncədə milli ordumuz yaranır. İlk dəfə yanında 5000 idi. Hə? İlk dəfə yanında 5000 idi. Hə. Bu da necə yaranır? İndi Xoyski çağırış edir ki, Azərbaycanlı gənclərə müraciət edirik. Xahiş edirik kimin yardım əlində imkanı varsa, gələ bilirsə, gəlsinlər biz milli ordu formalaşdırmaq istəyirik. Həqiqətən də gəlirlər. Azərbaycanlı gənclər yenə öz qəhrəmanlığını göstərirlər. Bu gənclik özünü göstərir o dövrdə də. Mümkün olduqca hamı gəlir, AXC ordu sıralarına qoşulur. Ordu sıralarına qoşulur. 26 iyunda milli ordumuz yaranır. Bu hamısı Gəncə dövründə keçirilən tədbirlərdir. Görürsünüz də? O 1918 iyundan 15 sentyabrına qədər görürsünüz Gəncə dövründə düşür. Həm də ikinci kabinet dövründə keçirilən tədbirlərdir. Testlərdə belə düşür. İkinci kabinet dövründə baş verən tədbirləri seçin. Siz ikinci kabinetin dövrünü yazmanız üstünə, sonra baş verən hadisələri aylarla, günlərlə bilməlisiniz. Ondan sonra biləcəksiniz ki, hansı kabinetə düşür. Başa düşürüz. Öyrənəcəksiniz də hamısını. Sonra 27 iyun. Bu 27 iyun burada Türk dili, Azərbaycan dili. Türk dili deyəndə Azərbaycan türkçəsi yəni. Dili haqqında qanun. Dil haqqında qanun qəbul edilir 27 iyunda. 27 iyun dil qanunu. Deməli 4 dənə tədbir oldu da, eləmi? 22 iyun taxılın çıxarılması qadağan olunur, 24 iyun ilk dövlət bayrağı qəbul edilir, o qırmızı rəngdə olan sadəcə 26 iyun milli ordunun yaranması, 27 iyun isə Türk dili haqqında qanun. Yəni bunlar müəyyən mənada yaxşı islahatlar sayıla bilər də, müsbət xarakterizə ola bilər, düzdür? Bunlar Gəncə dövründə bizim keçirdiyimiz bəzi əhəmiyyətli hadisələr idi. Buna qədər sual olan var. İndi axı bizim məqsədimiz nədir uşaqlar? Ramin, bizim məqsədimiz nədir Gəncə dövründə? Bakını azad eləmək. İyun böhranı da Gəncə dövründə oldu. Bildiniz də İyun böhranı nədir? O ilhaqçılıq. Bizim məqsədimiz nədir? Gəncədən üzrü bu tərəfə gəlib Bakını azad eləmək, düzdür? Onu gəlirik də. Bakını kimdən azad eləməyi? Bakı deputatlar Sovetindən. Bakını kimdən azad eləməliyik? Deputatlar. BXS-dən. Çünki onlar Bakı Soveti idi ondan qabaq. Onlardan bəri Bakı işğal altındadır. Mart soyqırımından bəri, düzdür? Döyüş var orada. 1918-ci ilin 27 iyulu və 1 iyulu arasında Qafqaz İslam ordusundan və AXC hərbi qüvvələrindən deyək, AXC, yəni Qafqaz İslam ordusu, qısa konkret yazdım, və BXS arasında döyüş baş verir. Qafqaz İslam ordusu qalib gəlir. BXS qüvvələrini məğlub edirik Göyçay döyüşlərində və Göyçaydan üzü bəri Bakıya doğru irəliləməyə gedirik. Bu sevindirici bir xəbərdir, məntiqlə eləmi? Bu yaxşı bir hadisədir. Deməli biz yavaş-yavaş Bakıya gəlirik.
Düzdür? Bəli. Hamı da sevinir. Amma bir amma baş verir. Bir amma baş verir. Nədir bu? Yavaş-yavaş BXK-sinin udacaqda sadəcə bizə vaxt lazımdır. Bir məsələ var. İngilislər dünya müharibəsinin gedişidir. İndi ingilislər gələcək bura. Ham azmış kimi bunlar gələcək. İngilislər baxır ki, bir tərəfdə Osmanlı AXC ilə birlikdə Bakı neftinə sahiblənmək istəyir. Bir tərəfdən də Rusiya BXK vasitəsilə Bakı neftini nəzarətində saxlayıb. Düzdür? İngilislər deyir ki, vəbşi bunlar kimdir? Elə Bakı nefti mənim olsun. İngilislər bir Mərkəzi Asiyadan hərbi donanma çıxardırlar, üzü Bakıya doğru. İngilis donanması gəlir Bakıya. Həmin donanmanın da rəhbəri İngilis general Denstervildir. Bakıda kimdir bu vaxtda? Hələ BXK-dir. Biz gəlib çatmamışıq. Göyçay yığılmışıq, gəlir üzü Bakıya doğru ki, BXK-ni Bakıda udaq. Bakını azad edək. Amma bizdən qabaq ingilislər gəlirlər. Deməli, Bakı sahillərinə girir İngilis qoşunları. 1918-ci il 31 iyulu İngilislər BXK qoşunlarına qalib gəlir. İngilislərlə BXK-nin döyüşü baş verir. Döyüş də demək olmaz. Yəni BXK-nin dərhal qoşunlarına qalib gəlirlər. Və yadınıza gəlib BXK-si nə vaxt mövcud olmuşdu? 31 yıl kimi. 1918 aprelindən 25 aprelindən 31 yılına kimi BXK-sinin bütün rəhbərləri ələ keçirir ingilislər tərəfindən. Öldürdü yoxsa? O təsəvvür edək ki, sonrakı taleyləri çox da məlum olmur heç. Bəzilərini düzdür həbsə atır ingilislər, bəzilərini deyilənə görə sürgün edirlər. Sonrakı taleyləri ümumiyyətlə məlum olmur. Qaça bilənlər qaçır Rusiyaya. Axı bunların şeyi var, Rusiyadakı tərəfdarları var. Bakı Soveti, Fəhlə Dövlətlər Soveti. Bəs indi Bakı onda ingilislər. Bakı keçdi ingilislərin nəzarətinə. İngilislərdən azad edə biləcək. İndi biz Bakını ingilislərin alırıq. Yəni işimiz çətinləşdi. Bakı ingilislərin nəzarətinə keçdi. Nefti də ingilislər verir, hazır Bakı nefti, gedim tutum da, başa düşdünüz. Hazır elə Rusiyada inqilab olub, əllərindən çıxıb Rusiyanın. Gəlir BXK-sini atır həbsə, ingilislər özü Bakını ələ keçirir. Onda ingilislər burada bir hökumət qurmalıdır özlərinə. Bakı neftini daşımaq üçün. 1918-ci il deməli BXK-siyə son qoydu da. Deməli BXK-siyə son qoyan biz olmadıq ha əslində. İngilislər. İngilislər son qoydu bizim əvəzimizə. 1918-ci il 31 yıldan sonra hansı tarix gəlir? 1 dekabr. 1 avqust. 1 avqustunda 1918-ci ilin 15 sentyabrına qədər ayrıca bir hökumət var. Sentrokaspi diktaturası mövcud olur. Bu İngilis hökumətidir artıq. Sentrokaspi diktaturası. Başımıza nələr gəldi? 1918-ci avqust ayının 1-dən 15 sentyabra qədər Sentrokaspi diktaturası. Elə bil o Rusların BXK-sinin tərkibindən çıxdıq, İngilislərin tərkibinə düşdük. Yazıq şey gəlir. Qafqaz İslam ordusu hələ gəlir. Gəlir. Sentrokaspi diktaturası İngilis hökumətidir artıq. Düzdür? İngiliscədə sentr nə deməkdir? Mərkəz. Kaspi də Xəzər dənizinə deyirlər. Yəni mərkəzi Xəzər hökuməti. Başa düşdünüz? Amma buranı diktatura ilə idarə edirlər də təbii ki, çünki işğal ediblər. Ona görə deyilir mərkəzi Xəzər hökuməti. Bunlardan azad eləmək daha çətin məsələdir Bakını, amma azad eləyəcəyik. Üzü bəri gəlir, AXC nümayəndə heyəti. Üzü bəri gəlir və burada döyüşlər baş verir. Hökumətin rəhbəri kimdir? Denstervil, İngilis generalı. Denstervil. Hökumətin rəhbəri İngilis generalı Denstervildir. Onun xatirələri də var indi. Kitab rus dilində çap olunubdur. Denstervil xatirələri. Mən o qədər həvəsim var idi ki, tələbəlik dövründə yadıma gəlir. O vaxtda bu süni intellekt falan yox idi. Rus dilində bilmirəm axı mən. Denstervilin xatirələrini tapmışdım. Maraqlı gəlir ki, görəsən bu Bakını idarə edəndə bu bir ay yarım ərzində nələr yazıbdır. Onu mən Google Translate-lə Azərbaycan dilinə çevirirdim. Kitabın şəklini çəkərək, o da bərbad tərcümə edirdi Google Translate. Belə-belə bu Denstervilin xatirələrini oxuyurdu. Çox maraqlı xatirələri var Denstervilin. Qafqaz İslam ordusu Bakıya doğru gəlir. Ehtimal olunur ki, Sentrokaspi diktaturasıyla Qafqaz İslam ordusu arasında bir toqquşma olacaq.
Deistlər qoşunlarına göstəriş verir ki, çıxın Bakıdan. Tərk edirik, qayıdırıq İngiltərəyə. Birdən belə. Hə, səbəb. Orada deistlərin çox maraqlı xatirələri var. İngilis hökumətinə yazır özdə bunu. Deyir ki, biz müqavimət göstərə bilərdik Qafqaz İslam ordusuna. Biraz neft daşıyır ha, yeri gəlmişlər, boş qayıtmır. İngiltərəyə xeyli neft göndərir. Onsuz da neft üçün gəlmişlər. Amma deyir, bir nüansa fikir verdim. Yerli əhali bizi dəstəkləmirdi. Bakıda bizim dəstəkçimiz yoxdur, sosial bazamız yoxdur. Yerli əhali müsavatı dəstəkləyirdi. Hamı Qafqaz İslam ordusunu səbirsizliklə gözləyirdi. Və deyir ki, biz ingilislər olsaq da biz Bakını nəzarət altında saxlayamayacaqdıq. Deyir, 3 ay, 5 ay gec-tez itirəcəkdik Bakını. Ya onun resurs itirəcəkdik. Çünki xalq bizi sevmir, bizi dəstəkləmir. Xalq çöldəkini dəstəkləyir. Gec-tez xalq onları bura salacaqdı, Bakıya salacaqdı. Biz Bakını itirəcəkdik. Ümidləri olmalı. Hə, ümidləri olur. Həm də Müsavatın nüfuzu var idi da. Xüsusən də BXK-sin dağılmasından sonra təzədən hamı keçir Müsavat tərəfinə. Bakıda. Başa düşdünüz? Deistlər qoşunlarını yığır, çıxır buradan. Başa düşdün? İngilislər başını tərk edir və 1918-ci ilin 15 sentyabrı nə olacaq? Bakı zəfəri deyirlər buna. Biz Bakını əslində, orada bir toqquşma olur amma yenə də. Toqquşma olur. Çünki Bakının girişində olur, ondan sonra tərk edirlər. Bu toqquşmanın nəticə verməyəcəyini görüb tərk edirlər. Bakı zəfəri nə deməkdir? Bakının azad olunması. Axır ki, Qafqaz İslam ordusu Bakını azad edə bilir. Kimdən azad edirik biz Bakını? Sentrokaspi diktaturasının. Hə, uşaqlar həmişə çalışır, yazır ki, BXK-dən azad edirik. Yox, BXK onsuz da yoxdur 31 yıldan bəri. BXK Sentrokaspi diktaturası son qoymuşdu. Biz Bakını əslində şeydən azad elədik. Sentrokaspi diktaturasından azad elədik. Mən də o fikirləşirdim ki, əgər Bakıda bunlar Bakını tutublarsa, 31 yılda gedirlərsə, 15 sentyabr kimdən azad edəcəyik? Hə, biz deməli Bakını Sentrokaspi-dən azad elədik, əslində ingilislərdən azad elədik. BXK-dən bəlkə də daha rahat azad eləyərdik təbii ki. Amma Sentrokaspi-dən də biraz ola bilər vaxtı uzandı, bir 15-20 gün daha çox çətinlik çəkdik. Amma nəticə itibarilə Bakını azad edə bildik. Saat neçədir? Deməli Bakı dövrü başlayır. Bəsdir yoxsa Bakı dövrünü də verim görəsən? Mən Bakı dövrü çatdı. Yaxşı öyle Demiş ən böyük dövr Bakı dövrü. İkinci kabinet davam edir ha. Fikir verin, Bakı dövrünün özü də ikinci kabinetdir. Hələ biz ikinci kabinetdəyik. Hələ oldu kabinetdir. Yox, 6-cı kabinet yoxdur. 5 dənə kabinetdir. Çünki ikinci kabinet bitir. Gələn dərsə 3, 4, 5-ci kabinetləri izah edəcəm. Hə, yox, eybi yox. 40%-ni keçdik artısa. 40-45%-ni keçdik. Yəni nə qalır onda gələn dəfə hamısını verirəm. Bakıya qədər gəldik. Bura qədər başa düşdünüz. Bakı dövrü əslində daha saxtadır gələnə baxanda. Çünki Bakı dövründə sırf şeydir də, nə deyim, hadisələrdir. Orada da bəzi mürəkkəb hadisələr cərəyan edəcək, xüsusən də Naxçıvan və Qarabağ bölgəsində. Orada da var. Naxçıvan, Qarabağ, orada da mübarizə gedir. Onu ayrıca izah edəcəm. Onu belə eləyək də, bura qədər hələ gələn dəfə yaxşı öyrənin. Gələn dəfə hamısını izah edeyim sizə. Yaxşı? Həvəsin kurslarında qaldı, beşək gedirdik. Gəlirik Bakı dövrünə. 1918-ci ilin sentyabrından, 15 sentyabrından başlayır. Elə 1920-ci aprel, 28 aprelinə qədər, dağılana qədər də Bakı dövrü davam edir. Başa düşdünüz? Bakı dövrü. Yəni axıra qədər Bakı dövrü. Amma ikinci kabinet gedir hələ də. İkinci kabinet nə vaxt idi? Bir ikinci kabineti xatırlayaq. 1918-in iyulundan başlamışdı. Dekabrına qədər davam eləmişdi ikinci kabinet. Düzdürmü? Gəncədən başlayıbdı da ikinci kabinet. Həm də Bakı dövrünə düşür. Həm qanunverici, həm icra edici orqan. İndi ortaya maraqlı sual çıxır. Niyə hələ də qanunverici, həm icra edici orqandır? Çünki ilhaççılıq hələ də var. Hələ də Osmanlı bizim daxili işlərimizə qarışır. Bakı dövründən gəlirik, düşünün ki, uşaqlar. Bakı dövründə, sentyabrın 15-i başlanır Bakı dövrü. Bizim doğru düzgün bir dənə tədbirimiz yoxdur. Bir dənə, baxın, bir dənə. 1918-ci ilin sentyabr ayı qeyd edirsiniz. Bakı Bolu dövrüyə buraxılır. Bakı Bolu bilirsiniz, pul vaidiniz. 1918-ci ilin sentyabr ayında. Yeşil pul boyda manat idi.
Şirvanzada yox idi o. Yox, Bakı bonu deyirlər onu. Pul vahidində Bakı bonuydu. Bir dənə pulu düzdür. Başqa bizim heç bir tədbirimiz yoxdur. Halbuki Bakını azad eləmişik, bayaqdan Bakını azad eləmək istəyirik. Niyə? Osmanlı qoymur. Osmanlı düşünür ki, biz bunları ilhaq eləməliyik. İlhaqçılıq baş verməlidir. Nefti daşıyırlar. Ya da baxanda hala xoşları olsun. Çünki kömək edirlər, azad edirlər. Nefti daşıyırlar, özlərinə müharibədə iştirak edirlər axı. Amma bizə İrəvanı alıblar da. O da var da, hə. Neysə də bunlar biraz mübahisəli, müzakirəli məsələlərdir. Bizim noyabr ayına qədər heç bir tədbirimiz yoxdur. Çünki bizə qanun qəbul etməyə qoymurlar, sıxışdırırlar Osmanlı əsgərləri, təzyiq edirlər. Birdən-birə vəziyyət dəyişir. Nə baş verir? Fikir verin. 1918-ci ilin 31 oktyabrında Mudros müqaviləsi imzalanır. Mudros sazişi imzalanır. Nədir Mudros sazişi? 31 oktyabr gününə qədər öyrənin. Osmanlı müharibədə məğlub olur 1-ci Dünya müharibəsində. Osmanlı müharibədən çıxır. 1-ci Dünya müharibəsindən çıxır. Müqaviləni ingilislərlə bağlayır Osmanlı. 1-ci Dünya müharibəsində məğlub olur. 1918-ci ilin 31 oktyabr artıq 1-ci Dünya müharibəsində bitmək üzrədir. Onda bunun bizə nə dəxlisi var? Fikir verin. Bunun bizə nə dəxlisi var? Müstəqil olacaq. Hə. Müstəqil idi əslində. Prosta biraz burada problem yaradırdılar. Mudros sazişində yazılıb ki, ingilislər Osmanlıya qəbul etdiriblər ki, harda Osmanlı qoşunu varsa oradan çıxmalısan. Harda Osmanlı qoşunu varsa. Suriyada var Osmanlı qoşunu. Axı o dövrdə Mesopotamiya ərazisi Osmanlı tərkibində idi. Oradan çıxmalısan. Misirdə var Osmanlı qoşunu. Oradan çıxmalısan. Müharibədə düzübsən. Azərbaycanda var Osmanlı qoşunu. Çıxmalısan oradan. Osmanlı qoşunu noyabr ayının 1-də buradan çıxır. Məcbur. Sülh müqaviləsinin şərtinə görə. Amma müqavilədə bir dənə maddə var. Osmanlı qoşunlarının çıxdığı əraziləri İngilis qoşunları daxil olmalıdır. Osmanlı çıxacaq, İngilislər bura yenə gələcək. Bu dəfə İngilislər ikinci gəliş olacaq bura. Başa düşdünüz? Amma bizim üçün bir müsbət cəhət var yenə də. Çünki Osmanlı bizə qanun qəbul etməyə icazə vermirdi. Osmanlı qoşunları çıxan kimi İngilislərin də gəlməsi biraz vaxt aparacaq da, bir həftə falan, bir həftə 10 gün vaxt aparacaq. Həmin vaxtda biz bəzi qanunlar qəbul edirik. 1918, 1 noyabr. Hərbi nazirlik yaradırıq. Bizə bunu yaratmağa imkan vermirdilər. Fikir verin Nuray. 31 oktyabrda Mudros sazişini imzalayırlar. 1 noyabrda çıxırlar, çıxan günü biz öz hərbi nazirliyimizi yaradırıq. Hərbi nazirlik bilirsiniz nə deməkdir? Hərbi müdafiə nazirliyi. Kimdir müdafiə nazirimiz? Səməd bəy Mehmandarov. Tanrısınız da, tanıyırsınız. Müqəddəs Georgi silahına təltif olunan şəxsimiz. 1-ci Dünya müharibəsi dövründə general idi. Müavini kim idi? Əliğa Şıxlinski. Bu da bilirsən ki, top artilleriyası, Rus artilleriyasını Allah'a deyirdilər. Bunlar olmalı da bizdən təcrübəli şəxslər bunlar idi. 1 noyabrda öz hərbi nazirliyimizi yaradırıq. Amma İngilis qoşunları daxil olur. İkinci dəfə Bakı İngilis qoşunları gəlir. Yazırsınız. 1918-ci ilin noyabr ayı. İngilislərin Bakıya ikinci dəfə gəlməsi. İngilislərin ikinci dəfə gəlməsi Bakıya. Birinci dəfə nə vaxt gəlmişlər İngilislər? 31 iyulda. 1 avqust desək daha dəqiq olar. Sentrokaspi diktaturası. Amma 15 sentyabrda çıxdılar. Kim idi həmin İngilis ordusunun rəhbəri? Deinsterville. İndi isə İngilis general, başqa bir general Thomson gəlir Bakıya. İngilislər ikinci dəfə Bakıya gəlirlər. 1918-ci il noyabr ayında. Sana bax. Hə? Bundan sonra gəndə görəcəyik. Çox tükür. Mən Hələ qabaqda əsas maraqlı hadisələr qabaqda deyil. Biz buradan İngilisləri də göndərməliyik. Bir yol tapmalıyıq. Hə, göndərəcəyik. Göndərəcəyik. Axı ən böyük uğur olacaq. Ən böyük uğurumuzu qazanmamışıq da. Ən böyük uğur elə odur da. İngilislər də buradan göndərəcəyik. Xoşkin çox böyük uğur olacaq. Deməli, 1918-ci il noyabrda İngilislər ikinci dəfə Bakıya gəlirlər Thomson rəhbərliyi ilə. Thomson siyasətdən başı çıxmır. Siyasət adamı deyil. Generaldır da. Nə əmr verirlərsə onu yerinə yetirir. Problem budur ki, İngilislər niyə Bakıya gəldiyini də bilmir. Çünki müharibə bitib artıq. Sadəcə Mudrosun sazişinin şərtində nə var? Osmanlı çıxdığı yerlərə İngilis qoşunları girməlidir. Ona görə İngilis qoşunları gəlibdir.
İngilislər deyirlər ki, Thompsona, git hələlik qal orada 1 il, 2 il. Dünya müharibəsi təzə bitib. Görək Osmanlı müstəmləkələrini nə edirik biz? Necə bölüşdürürük? Ona uyğun bir qərar verəcəksən, ona uyğun bir davranarsan Azərbaycanda. Onda biz hələ Osmanlı müstəmləkəsi zənn edirdilər. Ay son. Niyə? Çünki bayrağımız Osmanlı bayrağından idi. 24 iyun bayrağı. Ona görə nə edəcəyik? 9 noyabrda bayrağımızı dəyişəcəyik. Göstərək ki, bax biz Osmanlı müstəmləkəsi deyilik. Onu gəlin dərsi izah edərəm sizə. Görürsən, bunlar təsadüfdən baş verir. Bir hamısı bir məntiqi var. Başa düşdünüz? Bəli.